Social media algorithms play a significant role in determining what content users see, shaping opinions and trends on a massive scale. Deməli, sosial media algoritmi çox vacib rol oynayır, determining, müəyyən etməkdə, what content, hansı mövzularda istifadəçilər görürlər, shaping opinions, fikirlərini formalaşdırmaq, and trends və trendlər böyük miqyasda və trendləri və fikirlərini formalaşdırırlar. These algorithms analyze user behavior. Bu algoritmlər analiz edir istifadəçilərin behavior davranışlarını, such as məsələn likes, xoşladıqları, shares, paylaşdıqları, comments, fikirləri, and time spent on specific posts və zaman, hansı ki spesifik postlara sərf etdikləri zamanları, to select personalized content feed. Deməli, onların şəxsinə uyğun mövzular seçir. Personalized content, yəni şəxsinə uyğun mövzular seçir. For example, məsələn, platforms like Facebook, Instagram and TikTok use algorithms to recommend videos. Platformalar Facebook, Instagram, TikTok kimi algoritmlər istifadə edir to recommend videos, articles, advertisement. Recommend tövsiyə edir videolar, məqalələri, elanları. That hansı ki match individual interest, match uyğunlaşdırır, individual fərdi maraqlarına uyğunlaşdırır. In 2023, studies revealed that over 70% of users engage primarily with algorithm recommended content. 2023-cü ildə araşdırma göstərdi ki, aşkar etdi ki, 70%-ə qədər istifadəçi cəlb olunub, primarily with, yəni ilkin olaraq cəlb olunubdur, algoritmin tövsiyə etdiyi kontentlərə, mövzulara, which hansı ki significantly influences their views, əhəmiyyətli dərəcədə, vacib dərəcədə təsir edir their views on topics, ranging from politics to fashion. Siyasətdən dəbə doğru, onların görüşlərini, deməli, siyasətdən dəbə doğru olan mövzuların sıralanmasında algoritm rol oynayıbdır. While algorithm aim to enhance users' experience, algoritmlərin məqsədi to enhance, genişləndirməkdir istifadəçilərin təcrübələrini. They can also create echo chambers. Onlar həmçinin yaradırlar echo chamberlar, where people are exposed only to inform. Hardakı insanlar sadəcə exposed, paylaşırlar. Only to inform that align with their existing beliefs. Sadəcə deyir bu, deməli, inform, məlumat verir. Sizin mövcud biliklərinizə uyğun məlumat verir. Existing beliefs mövcud biliklərinizə uyğunlaşdırır. Align isə uyğunlaşdırır deməkdir. This can amplify biases. Bu deyir, qərəzləri böyüdə bilər. Amplify, böyütmək, biases qərəzləri. And limit exposures to diverse perspective. Diverse perspective fərqli baxış bucaqları deməkdir və fərqli baxış bucaqlarınızı neyniyə bilər? Fərqli baxış bucaqlarımızı yarada bilər deyək də. Müxtəlif baxış açıları yarada bilər, elə deyək. Additionally, əlavə olaraq trending topics and viral posts, trend mövzuları və viral olan postlar often result from algorithmic prioritization. Deməli, bunlar deyir, algoritmin üstün olan algoritmlər nəticəsində yaranır. Cümlənin dalı var, arxası var cümlənin. Algoritmik deməli
sıralanma nəticəsində algoritmik sıralanma nəticəsində driving global conversation qlobal söhbətlərə daxil olur. Cümləni də deyək, əlavə olaraq trend mövzuları və viral postlar algoritmik sıralanma nəticəsində qlobal söhbətlərə daxil olur. For instance, məsələn, hashtags like Black Lives Matter and Me Too gained massive attention due to algorithmic amplification. Bunlar çox, məsələn, algoritmic amplification, bunlar çox bizim müasir dövrdə rast gəldiyimiz yeni terminlər kimi deyək də. Məsələn, deyir, hashtaglər Black Lives Matter, Me Too gained massive attention, böyük dərəcədə diqqət çəkib, massive böyük deməkdir. Due to görə deməkdir, özündən sonra ya isim və yaxud da ki, məstər götürə bilir. Deməli, amplification gücləndirmə. Bunlar deyir, algoritmin gücləndirməsi nəticəsində görə böyük diqqət çəkirlər. Gained massive attention due to algorithmic amplification. Algoritmin bunu gücləndirməsi, önə çıxartmasına görə onlar böyük diqqət çəkirlər. Massive attention. Despite their benefits, faydalarına rəğmən, algorithm face criticism for spreading misinformation and prioritization profit-driven content. Algoritm deyir, üzləşir tənqidlərlə, belə dezinformasiyanın yayılması və sıralanması, mövzuların sıralanmasına görə. Many platforms, çox platformlar are now implementing transparency measures. Implementing həyata keçirirlər. İndi are now implementing həyata keçirirlər. Transparency şəffaf measures ölçülər. And user control options və userlər idarə edirlər seçimləri. To address this concern, bu maraqları address, yəni müraciət olunan maraqları kontrol edir. Seçimlər, istifadəçilərin müraciət etdikləri maraqları kontrol etmək üçün şəffaflıq həyata keçirirlər. Understanding how algorithms work, algoritmin necə işlənməsini başa düşmək üçün it's essential, vacibdir for navigation, social media kritikalı, sosial medianın navigation idarəsini bilmək. As their influence continues to grow in shaping public opinion, their influence, onun təsiri continues davam edir to grow, böyüməyə, shaping public, ictimai fikrin formalaşdırmasında və global trendlərin formalaşdırmasında. Keçək digərinə. Digər mətnimiz is there intelligent life on other planets? Yəni, intelligent life, ağıllı həyat, yəni insan, düşünən beyin, icra olunan bir qabiliyyət, bunlar intelligent adlanır. Burada da yəni məqsəd odur. Siz düşünürsünüzmü ki, başqa bir planetlərdə ağıllı insanların olduğu bir həyat var? For years, illər ərzində scientists have either said no or we don't know. Alimlər ya deyiblər yox, ya da deyiblər biz bilmirik. İndi burada bir qayda var, either or. Yəni, iki şey arasında seçim eləyəndə deyirdik. Either or, ya deyir, görürsünüz, iki şeydir. Ya deyirlər yox, ya deyirlər bilmirik. Neither nor da iki şey arasında yenə seçim eləyəndə inkar edirik. However, like in astronomlar Seth Shostak and Alexander Barnett believe that, bunlar inanırlar ki, intelligent life exists somewhere in the universe. Universe gezegəndir. Gezegəndə hardasa bir yerlərdə, somewhere, hardasa bir yerlərdə ağıllı həyat var. Videonu dayandırdım, yaddan çıxdı. Hardaydıq? Hardasa bir yerlərdə, somewhere, life exists, intelligent life exists, ağıllı həyatın olmasına dair inanırlar. The first reason, birinci səbəb, for their beliefs is time. Onların birinci səbəb inanmalarına is time zamandır. Scientists estimated that, alimlər təxmin edirlər ki, the universe is approximately, gezegen approximately təxminən 12 milyard yaşındadır. According to Shostak and Barnett, Shostak və Barnett uyğun olaraq, this is too long for only one planet.
Bu bir planet üçün çoxdur. In the entire universe, bütöv bir gezegəndə bir planet üçün çoxdur to have intelligent life, ağıllı həyatın olması. The second reason is size. İkinci səbəb ölçüdür. The universe is immense. Gezegen çox böyükdür. Tools like the Hubble telescope, deməli alətlər, deməli Hubble teleskop kimi have revealed, aşkar edib zət ki, there are at least 100 billion galaxies, at least ən azı 100 milyard galaksi var, and our galaxy və bizim galaksimiz 100 milyard galaksilər var və bizim galaksimiz, the Milky Way, contain at least 100 billion stars, contain saxlayır ən azı 100 milyard ulduzlar. Some planets orbiting these stars may be stars may be similar to Earth. Bəzi planetlərin orbitləri bu ulduzlar ola bilər ki, yer kürəsinə deyək ki, bəzi planetlərdəki orbitlərdə ola bilər ki, yer kürəsinə uyğun olsun. Until recently, yəni son illərə dək, son vaxtlara dək, it was challenging to search for signs of intelligent life in the universe. It was challenge, yəni çətindir to search, tapmaq, search for bilgedir. Ağıllı həyat izi tapmaq universe gezegəndə. But now, amma indi powerful telescope, güclü teleskoplar allow, icazə verir ki, scientists, alimlər to identify müəyyən etsin smaller planet, daha kiçik planetləri, Zeus, on the size of Mars or Earth, yer kürəsi və yaxud da Mars kimi, in other solar system, yəni Günəş sistemində başqa yer kürəsi və yaxud da Mars kimi də kiçik planetləri müəyyən etməyə imkan verir. These planets might potentially host intelligent life. Bu planetlər ola bilər ki, intelligent, ağıllı həyatlara sahiblik edir. Shotak suggests that, Shotak təklif edir ki, being from space have probably not visited Earth. That beings from space have probably not visited. Təklif edir ki, beings from space, yəni kosmosda olanlar have probably, ehtimal ki, not visited Earth, yer kürəsinə gəlməyiblər. As the distances between planets are too long, iki planet arasındakı distances, məsafələr are too long, çox olduğuna əz görə. Despite this, buna rəğmən intelligent beings, yəni ağıllı beings, varlıqlar, canlılar, may eventually, ola bilər ki, nəhayət reach out us through other methods, başqa metodlarla bizə çatarlar, gələrlər, such as radio signals, məsələn, radio signallarıyla. In fact, həqiqətən də they may be attempting to communicate with us now. Onlar maybe, ola bilər ki, attempting, cəhd etməyə çalışırlar, to communicate with us, bizimlə ünsiyyət qurmaq üçün. But we lack the proper tools, lack shortage ilə sinonimdir. Proper, düzgün tuz alətlərin çatışmamazlığı, lack of çatışmamazlığı, to receive their message, yəni çatışmamazlığına görə onların mesajlarını ala bilmirik. However, lakin Shotak bilir ki, this is changing, yəni bu believes this is changing, yəni bu dəyişəndir, dəyişəcək. By 2025, we could make contact with other life forms in our universe. Biz could make contact, əlaqə yaradacağıq with other life forms, başqa həyat formalarla in our universe, bizim gezegənimizdəki. Smart cities are revolutionizing urban living by integrating technology and data to create more efficient and sustainable environment. Smart cities, ağıllı şəhərlər, are revolutionizing, kökündən dəyişib urban living, şəhər həyatını, by integrating texnologiyanın və data to create more efficient, səmərəli and sustainable, davamlı environment, ətraf mühit üçün daha səmərəli və davamlı, deməli, data to create, məlumatların yaradılması və texnologiyanın birləşməsi ilə. By 2013,
2030-cu ildə it's estimated that qiymətləndirilir ki, təxmin edilir ki, və yaxud da over 60% of the world population 60% dünya əhalisi will live in cities, will live in cities, şəhərlərdə yaşayacaq. And smart solutions are becoming essential. Və ağıllı həll yolları vacib olacaq to address challenges like congestion. Address, yəni həll etmək kimi burada gedir. Çətinliklərin like congestion, tıxac, pollution, tullantı, research management, mənbələrin idarə edilməsi kimi çətinliklərin deməli həll olunmasında, to address challenges, çətinliklərin idarə olunmasında becoming essential vacib olur. The cities use systems, bu şəhərlər sistemlərdən istifadə edir, such as the Internet of Things, internet, artificial intelligence, süni intellect and big data to optimize operation və böyük məlumatların deməli operation icra olunması ilə. For example, məsələn, Barcelona has reduced traffic by 21% through smart traffic lights. Barcelona deyir reduced, azaldıb, has reduced, indiki bitmiş zaman həfəz üstə gələk P2. Trafikləri 21% azaldıb, through smart traffic lights, yəni ağıllı trafik işıqları ilə. While Copenhagen has decreased energy usage, Kopenhagen'də decreased, azaldıb energy usage, enerji istifadəsini in public building, ictimai binalarda by 30% using smart grids. Grid, smart grid daha doğrusu, ağıllı enerji şəbəkələrini nəzərdə tutur. 40% ağıllı enerji şəbəkələrinin istifadə edərək 40% public building, ictimai binaların enerji sərfiyyatını azaldı. A key feature of smart cities in their focus on renewable energy and waste reduction. Əsas yol, bu şəhərlərin əsas yol focus on renewable, yenilənən enerjilərə və waste reduction və tullantıların azalması üzərində cəmlənməlidir, focus on cəmlənməlidir. Solar power street light, günəş işığı ilə təchiz olunmuş küçə işıqları, energy efficient building, enerjidən səmərəli istifadə olunan binalar, and smart waste bins və ağıllı atıq tullantı zibil qabları, that hansı ki signal when they need to be emptied are common innovation, hansı ki deyir siqnal verirlər when they need to be emptied, boşaldılmasına ehtiyac olanda, bunlar deyir common innovation, sadə ixtiralardır. Citizens play an active role, vətəndaşlar aktiv rol oynayacaq, is reporting issues like bu nədir? Potholes, yerini itirdim. Citizen play an active deməli, citizen play an effective role in potholes or broken street light through mobile apps, improving city management. Vətəndaşlar vacib rol oynayacaqlar. Reporting issues, problemlərin məruzə olunmalarında. Like, tərcüməni deməli. Deyir, vətəndaşların məruzəsinə like potholes, yol çıxırları, or broken street light, qırılmış küçə lampaları, through mobile apps, mobil tətbiqlər ilə vətəndaşlar onları məruzə edəcəklər, yəni bildirəcəklər. Orada an active role in reporting issues, burada deyir, vətəndaşlar onları məruzə edəcəklər. Improving city management, şəhərin idarəsini beləcə inkişaf etdirəcəklər. However, like and challenges, çətinliklər such as privacy concerns, gizlilik and high implementation cost remain. High implementation cost,
Implement həyata keçirməkdir. Cost isə qiymət deməkdir. Remain də qalır. Burada belə nəticəyə gələ bilərik ki, yüksək qiymətlər yüksək qiymətlər qalacaqdır. Cost, qiymətlər yüksək olaraq qalacaqdır. Bunlar yəni çox pul tələb eləyir, onu nəzərdə tutur. Sonra, despite this, buna rəğmən this global investment in smart cities, ağıllı şəhərlərdə bu global yatırım, city technologies is projected to reach 350 billion by 2025. 2025-ci ilə qədər 350 milyarda qədər çatacaqdır. Showing their increasing importance, showing göstərir, deyir onların artma və önəmini. Smart cities, ağıllı şəhərlər are transforming the urban environment. Transforming, dəyişir, çevirir şəhər ərazisini. Into eco-friendly. Eco-friendly ətraf mühitə fayda deməkdir, faydalı olan şeylər. Efficient, səmərəli and connected ecosystem, ekosistemlə bağlı olan. Paving the way for a more sustainable future. Sustainable future, daha davamlı gələcək üçün yollarımızı rahatlaşdıracaq. Paving the way more for sustainable future, bu bir həm də ifadədir. Yəni yolunu bir işdə, bir yolda, yəni yolunu rahatlaşdırmaq, asanlaşdırmaq. Paving the way future, yəni gələcəyimizi yüngülləşdirəcək, asanlaşdıracaq. Bunu nəzərdə tutur. Gəldik digər mətnimizə. Smart cities. Mən Smart Cities-i qoymuşam burada, amma Smart Cities-i eləmirəm. Çünki mən kitabdan tərcüməni eləyirəm sizə. Telefon gözümü çox ağrıtmasın deyə. Eybi yox, siz kitabdan izləyərsiniz. Keçdik 17-yə. Play is an essential component of early childhood education. Oynamaq essential, vacib komponentidir. Early childhood, erkən uşaqlıqda təhsilin ən vacib komponentidir. Contributing to the cognitive, social and emotional development of young children. Gənc uşaqlarda, yəni balaca uşaqlarda, young deyəndə balaca gedir də, kognitiv idraki, social, ictimai və emosional inkişafı contributing, yardım edir. Research shows that, araşdırmalar göstərir ki, children learn best, uşaqlar öyrənir best, ən yaxşı, uşaqlar ən yaxşı öyrənir through active engagement activities, aktiv, fəal aktivitelərə cəlb olunanda, engagement, cəlb olunma, involve sözünün sinonimidir, that allow them, o deyir, onlara icazə verir to explore, araşdırmağa, experiment, təcrübə aparmağa, and interact, əlaqə yaratmağa with their environment, ətrafları ilə, ətraf mühiti ilə. Play-based learning fosters a creativity and critical thinking. Sadə oyunlar öyrənmək, fosters, yəni creativity, foster himayə etməkdir. Yaradıcılığı və kritik düşünməni foster edir. Necə deyək? Rəhbərlik aparır deyək də. Foster creativity and critical thinking. Yaradıcı və kritik düşünməyi himayə edir. Yəni özündə barındırır. Belə deyək. As children, uşaqlara görə use their imagination to solve problems and make sense of the world around them. Uşaqlar üçün, çünki mənasında verilib burada, uşaqlar üçün öz imagination, xəyallarını, istifadə etmək, öz təsəvvürlərini, xəyallarını, problemləri həll etmək və make sense of the world, ətraflarındakı dünyanın hiss etmək. Deməli, cümlə birləşdirək.
Çünki belə hissə böləndə almır. Deyir, sadə oyunlar yaradıcılığa, kritik düşünməyə və uşaqlar üçün öz xəyallarının, təsəvvürlərindən, xəyallarından istifadə edib problemləri həll etmək, make sense, ətraflarındakı dünyanı, mühiti hiss etməyə foster edir. Azərbaycanda bunun bir mənası necə deyə bilər? Yəni himayə edir, yəni barındırır, özündə barındırır. Bütün bunları sadə oyunlar barındırır. Foster himayə etmək deməkdir. There are different types of play, müxtəlif növ oyunlar, including fiziki, imaginative, xəyali and social və ictimai oyunlar including daxildir. Müxtəlif oyun növlərinə. Physical play help develop motor skills and coordination. Fiziki oyunlar kömək edir inkişaf etdirməyə motor, yəni hərəki bacarıqları and coordination və koordinasiyanı. While imaginative play encourage creativity. Deməli, xəyali oyunlar encourage, ruhlandırır, creativity, yaradıcılıq and self-expression və özünü ifadə etməyə. İndi burada while nə məna verir? Deyir ki, fiziki oyunlar uşağın hərəki bacarıqlarını və koordinasiyasını inkişaf etdirərkən while imaginative play bu oyunlar isə ruhlandırır yaradıcılığı və özünü ifadəyə. Arken burada onu vurğulayır. Social play allow children, ictimai oyunlar icazə verir uşaqlara to build. Deməli, mən ona görə ekrana tez-tez toxunuram ki, ekran ölməsin. Siz də mənim kimi telefonu qoyun kənara, kitabdan oxuyun ki, gözünüz çox ağrımasın. Deməli, children build relationship. Deməli, ictimai oyunlar uşaqlarda build, qurur, yaradır. Nəyi? Relationship, əlaqəni, learn cooperation, öyrənmə əməkdaşlığını, and develop empathy və empatiya qurmağı. For instance, məsələn, role-playing activities, rollu oyunlar, such as pretending to be a doctor or a teacher, pretending, güya, yalandan, həkim və yaxud da müəllimsən, help children, uşaqlara kömək edir understand real world roles, həqiqi dünyadakı rolları başa düşməyə and improve communication skills və inkişaf etdirir ünsiyyət bacarıqlarını. Expert emphasize that, ekspertlər vurğulayır ki, emphasize vurğulamaq, that structured and unstructured play are equally important in early education. Strukturlu və struktursuz oyunlar equally, bərabər olaraq vacibdir erkən təhsil üçün. Structured play involves guided activities. Strukturlu oyunlara cəlb olunur bələdçilik olan aktivitələr, yəni bələdçilik edilən, deməli, structured play, struktur oyunlara cəlb olunur guided activities. Guided activities, yəni bir oyun ki səni hara aparır, nəyə aparır, onu nəzərdə, istiqamətləndirir səni, bunu nəzərdə tutur. Guided, istiqamətləndirilmiş aktivitələr deyək də, such as puzzles or group games, məsələn, puzzlelar və yaxud da qrup oyunları. While unstructured play, struktursuz oyunlar give children, uşaqlara verir the freedom, azadlıq, to choose how they spend their time, seçir onlar vaxtlarını necə keçirməyi. Studies, araşdırmalar reveal that, göstərir ki, children who engage in regular play, uşaqlar, kimlər ki engage, cəlb olunur, engage, involve sözünün sinonimidir, regular play, müntəzəm oyunlara tend to perform better academically and socially. Tend, yəni meyil deməkdir. Əslində play, tend rol oynayır, rol göstərir, perform göstərməyə, better, daha yaxşı akademik və sosiallıq göstərirlər. As educators, yəni tərbiyəçilərə and parents, valideynlərə görə recognize the importance of play, oyunun vacibliyini bilmək, it remains a cornerstone of effective early childhood education practice. Təməlini qurmaq,
erkən yaşlarda deməli education bu təhsil practice məşqlərinin, praktikalarının early childhood erkən yaşlarda remains a cornerstone təməlini qoymaq effektiv təsir bağışlayır. Cümləni bir də oxuyum. It remains a cornerstone of effective early. Yəni təməlini qoymaq çox vacibdir, onu vurğulayır. Bəzi tərcümələrdə deməli birəbir tərcümələri çıxartmaq olur. Bəziləri isə həqiqətən çox dolaşıq tərcümələrdə ekvivalentlik qəti şəkildə itir. Bu tərcümələri siz bilirsiniz artıq. Səviyyə böyüdükcə, dil səviyyəsi, məsəl üçün B2-yə falan qalxdıqca bu mətnlər rahat elə mətnlər var ki, məsəl üçün bayaqki alqoritm mətni B2 var idi. Bu tərcümələrə artıq biz qalxdıqca ekvivalentlik pozulur. Ona görə biz onu oxuyarkən aydın başa düşürük, amma çatdırmaqda çətinlik çəkirik. Çünki bir dil bir mədəniyyətdir. O mədəniyyəti sənin ölkənin mədəniyyəti ilə müəyyən sahələrdə üst-üstə düşməyə bilir. Gəldik bu birisi mətnimizə.